Hansı ki, uyğunsuz məktubuna cavab deyə bir məktub hazırlamışıq. Və hansı ki, həmin hissədən uyğunsuz məktubuna cavab yazılarkən mütləq şəkildə təqdim olduğu bəyannamə ilə əlaqələndirir. Bu 37-ci maddəsində nəzərdə tutulan kamera vergi yoxlaması bəyannamənin təqdim edildiyi tarixdən başlayaraq 30 iş gün ərzində və ya 60 iş gün ərzində aparılır, tədiyyələr dəyişərək. Amma hər hansı bir bəyannamə təqdim edilmirsə və o vergi orqanı tərəfindən analoji vergi bəyannaməsi kimi belə deyək, analoji hesablama aparılırsa, bu artıq 30 iş gün ərzində deyil, 3 il ərzində aparıla bilər. Bəzən insanlar ödənişlərini şəxsi hesab kartlarına mədaxil elətdirirlər, hansısa bir satışa görə sahibkarlıq fəaliyyətindəndir, lakin vəsaiti şəxsi hesablarına köçürürlər. Bu kimi hallarda artıq onu araşdırılır, yəni vergi orqanına məlumat daxil olduğu halda bu hallar araşdırılır, onun sahibkarlıq fəaliyyəti ilə olma riskləri müəyyən olunur. O halda ona məktub göndərilərək ondan müvafiq izahatlar, sənədlər tələb olunur. Əgər hər hansı belə deyək, vergi orqanı qane eləmərsə verdiyi, o zaman vergilər hesablanır. Yəni vergi orqanı burada həmin vəsaitlərin sahibkarlıq olması artıq ehtimal müəyyən olunur. Şəxsi hesabda hər hansı bir şəxsi pulların ödənişləri və yaxud məbləğin əldə edilməsi öz hesabına, şəxsi hesabına burada verginin hesablanması söhbət gedə bilməz. Biz təcrübədə çox müəyyən edirik ki, bir çox hallarda vergi ödəyicisi hansısa mal alır, amma xidmət kodu ilə alır və yaxud da xidmət mal kodu ilə alır və yaxud tərsinə xidməti mal kodu ilə alır. Bu da gəlir artıq bizim uçot bazamızda hansı ki alqoritmlər var. Bunlar yoxlanılarkən onda uyğunsuzluqlar gətirib çıxarda bilər. Mütləq şəkildə həmin mala uyğun mal kodların qaymədə düzgün əks olunmalıdır.